Qoy bunu da deyəcəm da, mövzumuz budur. Birdən biri sənə təkəbbürlü davrandı, nə olar? Bir dəfə, iki dəfə onu ədəbləndirmək üçün təvazu göstər. Gördün yo adam olmur. Həzrət Peyğəmbər buyurur, ət-təkəbbürü mə'ət-təkəbbür ibadətun. Təkəbbürə qarşı təkəbbür göstərmə ibadətdir. Daha bir nəfərlə mənim başıma çıxacaq, mən də sakit yanacaq, belə bir din də yoxdur. Müəyyən hədd var onu ədəbləndirmək üçün. Bir dəfə, iki dəfə, üç dəfə, beş dəfə, 8 dəfə. Gördün ya bu düzəlmir. Peyğəmbər buyurur ki, onda və ona təvazu göstərmə. Artıq bu acizlikdir, təvazu deyil. İmam Hüseyin əleyhissalam nə buyurur? Buyurur, gördün biri sənə zülm eləyir, təkəbbürlük eləyir. Deyir, ona cavab ver. Olduğu kimi, mislim. Yəni səninlə necə davranıbsa, İmam Hüseyin qardaşı ona o cür davran. Zülmə baş əysən, deyirsən zalimla şəriksən, sən də zalimsən. Ona görə təkəbbürün çox